Əgər 5 nəfər zəngin insanla çevrələnmisənsə, 6-cısı sən olacaqsan. Yəqin ki, bu fikri siz də eşitmisiniz. Gəlin indi baxaq görək, bu nə dərəcədə işə yarayır? Həqiqətən də zəngin olmaq üçün çevrəni dəyişmək lazımdır, yoxsa nə eləmək lazımdır? Yəni əgər belə bir şey eləsəz, deyək ki, qərar verdiniz ki, mən uğurlu olmaq istəyirəm işimdə, daha çox qazanmaq istəyirəm ya da münasibətimdə uğurlu olmaq istəyirəm, o zaman getməliyəm, həmin insanların çevrəsində olmalıyam ki, mən də avtomatik onlara dönüşüm. Yəni bu da nə dərəcədə işə yarayır? Gəlin baxaq. 2 insan götürək nümunə olaraq. Birincisi, deyək ki, ortalama olaraq 500 manat qazancı var. Bu qazancı sadəcə ehtiyaclarına çatır və bəlkə də borcları var, kreditləri var, bir maşını var, balaca bir evi var, yəni özü üçün normal yaşayır. İkinci bir insan da götürək, hansı ki, zəngin dediyimiz bir insan, hansı ki, villada yaşayır, böyük bir hovuzu var həyətində, lüks maşın sürür, tətillərə gedir, qazancı çox yüksəkdir, xoşbəxt münasibəti var. Yəni bir növ dediyimiz uğurlu insanlardan biridir. Sizcə, həmin insanların, yəni hər ikisinin daxili aləmi, emosional durumu, psixolojik vəziyyəti, şüuraltı proqramları nə dərəcədə eyni, nə dərəcədə oxşar ola bilər? Nə dərəcədə uyğunlaşarlar həmin insanlar sizcə? Belə baxanda, yəni real gəlir sizə. Yəni real gəlir ki, həmin 500 manat qazanan insan əgər getsə digər zəngin insanın yanına, onlar kommunikasiya qura bilərlər, onlar yəni belə deyim də, həmin insan sadəcə onun yanına getsə zənginləşə bilər, ona uyğunlaşa bilər. Nə dərəcədə real gəlir? Düşünün. Çünki burada qısaca bunu vurğulayım, daha sonra açıqlayacağam ki, əgər həmin məsələndə fərqi yoxdur, hərə özünə uyğun götürsün. Mən burada heç kimi bu arada aşağılamıram, təhqir eləmirəm, belə bir şey qətiyyən yoxdur. Zaten anlayacaqsınız, sadəcə baxır kim necə algılayır. Mən nümunə olaraq ortalama dedim ki, 500 manat qazanan bir insan. Həmin insan əgər hal-hazırda zəngin insanlarla çevrələnməyibsə, yəni zaten avtomatik olaraq ətrafında belə insanlar yoxdursa, həmin insanlarla kommunikasiyaya keçə bilmirsə, deməli zaten cavab budur ki, zəngin insanla ehtiyac səviyyəsində yaşayan bir insanın daxili aləmi, emosional durumu, psixolojik vəziyyəti deməli uyğun deyil. Ona görə də kim nə qədər qərar versə də ki, mən zəngin insanların yanına girəcəm, bu həmin insana nəticə verəcək bir şey deyil. Yəni nəticə verməyəcək. Bu real deyil. Bəli, gedə bilərsiniz. Həmin insan sizi görəcək bəlkə də, amma sizi yox, məsələn, həmin insanı deyək. Amma yenə də onların söhbəti tuta bilməz. Çünki onlar uyğun deyillər. Onların daxili aləmi tamamilə müxtəlifdir, fərqlidir. Çünki burada ən önəmli düsturu deyirəm sizə. Bir insan həyatında nə qədər uğurlu olacağı, nə qədər həyatında maddiyyat yarada biləcəyi, münasibətində nə qədər xoşbəxt olacağı, həyatını necə quracağı, bunların hamısı birbaşa olaraq həmin insanın daxili aləmi ilə, emosional durumu ilə, şüuraltı proqramları ilə əlaqəlidir, birbaşa olaraq. Zaten mən danışacağım digər podkastlarda bunu daha yaxşı anlayacaqsınız. Mən özüm də bunu anlayandan sonra, bunun fərqinə varandan sonra dəyişməyə başladım, nəticələr əldə etməyə başladım. Bu haqqda yenə də danışaram təbii ki. Buna görə də artıq anlayaq ki, çözüm bu deyil ki, gedəsiz zəngin insanlarla çevrələnəsiz. Yox. Yəni deyə bilərsiniz ki, yaxşı, bəs nə eləmək lazımdır? Eləməyiniz lazım olan şey sadəcə olaraq odur ki, özünüz özlərinizə işləyəsiniz. Özünüzə fokuslanasınız. İndi fərqinə varasınız ki, əgər mənim deyək ki, ehtiyaclarım çoxdursa, pulla bağlı problemlər yaşayıramsa, qazancımı artıra bilmirəmsə, xoşbəxt deyiləmsə, nəyisə uğursuzluq yaşayıramsa həyatımda, deməli, işləməli olduğum hər hansı bir mövzular var. Deməli, bu mənim daxili aləmimlə bağlı bir şeydirsə, o zaman nə eləməyin lazımdır? Özlərində işləyib bunları həll eləməyin lazımdır ki, həyatındakı reallıq dəyişsin. Çünki biz çöl dünyada nə görürüksə, necə insanlarla çevrələnmişiksə, nə qədər qazancımız var, insanlar bizə necə rəftar eləyirlər, necə bir həyat tərzi qurmuşuqsa, bunların hamısı birbaşa olaraq bizim daxili aləmimizin proyeksiyasıdır və onun nəticəsidir. Tam da buna görədir ki, indi özümdən demək istəyirəm. Mən məsələn 1 il əvvəl yenə də eyni insanlarla çevrələnmişdim. Amma 1 il əvvəl həmin insanların mənə olan davranışı tamamilə fərqli idi. Amma mən öz üzərimdə işlədikcə onların mənə olan rəftarı, davranışı, danışıq tərzimiz belə dəyişməyə başladı. Çünki mən dəyişdim.
Mən dəyişdim, ətrafım da mənə qarşı dəyişməyə başladı. Bəzi insanlar oldu ki, həyatımdan çıxdılar. Çünki onlar mənə uyğunlaşa bilmədilər. Çünki mən daha çox inkişaf elədim, enerjim artdı, qazancım artdı, hər şey dəyişdi yəni. Daha da rifahımı artıra bildim. Amma həmin insan inkişaf eləmədiyinə görə, eyni nöqtədə qaldığına görə mənə uyğunlaşa bilmədi və həyatımdan çıxdı. Və bundan başqa nə oldu? Mən özüm dəyişdikcə mənə uyğun inkişaf eləmiş çevrə ilə çevrələndim. Yeni rəfiqələr qazandım, təlimdən tanıdım yeni insanları, sizləri tanıdım, müştərilərim artdı. Yəni bu çox açıqlayıcıdır ki həyatımızda istədiyimiz bir nəticəni əldə eləməyin, yəni yaxşı rəfiqələr istəyirsiniz, yaxşı dostlar çevrələnmək istəyirsiniz, zəngin olmaq istəyirsiniz, münasibətdə uğur istəyirsiniz, işinizi böyütmək istəyirsiniz, fərqi yoxdur. Birinci olaraq özünüzə fokuslanıb baxacaqsınız ki, nəyə görə mən hal-hazırda bu durumdayam, necə özlərimdə işləyib həll eləyə bilərəm. Şüuraltı ilə özlərinizdə işləyəndən sonra, özünüzə fokuslanandan sonra, fərqi yoxdur nə qədər, neçə müddət. Bir aya da bu ola bilər, 6 aya da ola bilər, 1 ilə, 10 ilə, fərqi yoxdur, hərədə bu dəyişir. Amma əsas olan başlamaqdır və qərarlı olmaqdır, özünə fokuslanmaqdır, öz üzərində işləyib özünü dəyişməkdir birinci olaraq və bunun nəticəsində avtomatik olaraq sizin qazanclarınız da artır, ətrafınız da dəyişir, ətrafınızda olan insanlar da sizə uyğun şəkildə davranmağa başlayırlar. Əgər məsələn indiki insanların rəftarını bəyənmirsinizsə, bunun da bir səbəbi var və özünüz bunu təsbit edib özlərinizə işləyəndən sonra bu nəticə avtomatik dəyişir. Çünki yenə də deyirəm, hal-hazırda həyatımızda yaşadığınız istənilən bir reallıq, necə bir həyat durumunuz varsa, necə insanlarla əhatələnmisinizsə, bu birbaşa olaraq sizin özünüzün daxili aləminizin yansımasıdır, proyeksiyasıdır. Əgər həyatınızdakı durumu, nəticələri dəyişmək istəyirsinizsə, özlərinizə işləyirsiniz və bu avtomatik olaraq dəyişir. Sizin yəni artıq zəngin insan axtarmağınıza və ya deyək ki də onlarla kommunikasiya qurmağa çalışmağınıza ehtiyac olmur. Çünki siz hal-hazırda necə bir insansınızsa belə deyək də, daxili aləminiz necədirsə, zaten buna uyğun insanlarla çevrələnmisiniz hal-hazırda və özlərinizə işləsəz, daha da inkişaf eləsəz, buna uyğun insanlar avtomatik gələcək. Bunu mən əvvəl eşidəndə biraz demişdim, qeyri-real gəlmişdi mənə. Yəni necə yəni belə ola bilər? Amma mən özüm də özlərimdə işlədikcə görə bildim. Məsələn, bu kanalda olanların çoxu mənim rəfiqələrim, təlimdən tanıdığım insanlardır. Hansı ki, əvvəl mən elə insanlarla heç ünsiyyətə girə bilməzdim, salam belə verə bilməzdim. Çünki mən hələ onlara uyğun səviyyədə deyildim. Eyni şəkildə də olsun zəngin insanlar, təlimçilər, coachlar, fərqi yoxdur. Hal-hazırda necə bir insanla yəni necə insanlarla çevrələnmisinizsə, bu birbaşa olaraq sizin daxili aləminizin yansıması, proyeksiyası, nəticəsidir. Bunu dəyişmək üçün daha zəngin olmaq, qazancını artırmaq, xoşbəxt olmaq, münasibətdə uğur, işini böyütmək, fərqi yoxdur nə istəyirsinizsə, ya da daha sakit, təşvişsiz olmaq istəyirsinizsə, o zaman sadəcə özünüzə fokuslanıb özlərinizə işləyirsiniz və nəticədə ətrafınız da sizə uyğunlaşır, yeni insanlar tanıyırsınız. Çünki siz dəyişmisiniz. Siz dəyişəndə ətrafınızda hər şey dəyişir, hər şey. Bundan əmin ola bilərsiniz. Əgər bu gün məni dinləyərkən özünüzə aid bir şeylər hiss elədinizsə və düşünürsünüzsə ki, mən artıq bunu necə dəyişdirə bilərəm, necə eləyim ki, həyatımda istədiyim nəticələri əldə eləyim, o zaman sizin üçün çox gözəl bir xəbərim var. Sadəcə olaraq Bioda Klinikdən keçid eləyərək marafonla bağlı ətraflı məlumatı əldə edə bilərsiniz. Hal-hazırda bu fürsət sizin qarşınıza çıxıbsa, qeyd eləmək istəyirəm ki, bu təsadüf deyil. Çünki siz indiyə qədər məni dinlədiniz, dəyərli zamanınızı sərf elədiniz şəxsi inkişafa, bir şeylər öyrənməyə. Bunun üçün həm sizi təbrik eləyirəm, həm də istəyirəm ki, qarşınıza çıxan bu fürsəti dəyərləndirəsiniz. Əgər istəyirsinizsə ki, mən paylaşım eləyəndə ilk olaraq sizə xəbər gəlsin, sadəcə olaraq kanala abunə olun və bildirişləri açmağı unutmayın. Növbəti podkastlarda görüşənə qədər.